Albaniya dövləti. Albaniya dövləti də Atropatena dövləti kimi Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan digər bir dövlətdir. Hansı ki, dövlət yaranır eradan əvvəl 4-cü əsrdə, süqut edir 705-ci ildə. Dövlətin paytaxtı Qəbələ şəhəridir. Birinci paytaxtı əslində Qəbələ şəhəridir. Bir digər paytaxtı inşallah gələcəkdə keçəcəyik, Bərdə şəhəri olacaq. Tərkibində yaşayan tayfalar Uti, Qarqar, Albanlıq, Amart, Kaspi və Kadusi tayfalarıdır. Ümumilikdə 26 tayfanın birləşməsindən yaranmışdı Albaniya dövləti. Albaniyada əhali əsas 4 təbəqəyə bölünür. Birinci təbəqə, belə deyil, varlılar. Yəni kimdir bu varlılar? Padşah, hakim, ordu başçısı. İkinci təbəqə, ümumiyyətlə Albaniya dərsində belə bir şey var. Padşahdan sonra ikinci şəxs ay məbədinin kahinidir. Demək ki, ikinci təbəqəyə kahinlər, din xadimləri daxildir. Üçüncü təbəqəyə hərbçilər, döyüşçülər. Dördüncü təbəqəyə isə yenə sadə, kasıb-küsub əhali, əkinçilər, maldarlar, sənətkarlar və s. Yəni qullar aid deyil. Ümumiyyətlə Albaniyada quldarlıq elə inkişaf etməmişdi. Azərbaycanda quldarlıq Yunanistan, Roma və Şərq ölkələri kimi inkişaf etməmişdi. Eramızın ilk əsrlərində Albaniyada iki şey var idi. Bir, şüşə qablar istehsal edə bilirdilər. Bir də su dəyirmanından istifadə edirdilər. Eradan əvvəl 4-cü əsrdə dövlətin yaranması ilə burada möhürlər yaranmışdı. Hansı ki, bu möhürlərdən bir sənədləri möhürləmək üçün, bir də qab və qapıları möhürləmək üçün istifadə olunurdu. Albaniyada ilk pullar kəsilir Makedoniyalı İskəndərin adından. Amma daha sonra isə, yəni eradan əvvəl 3-cü əsrin 1-ci yarısında isə burada yerli hökmdarların adından da pullar kəsilir. Hansı ki, bu da Albaniya dövlətinin gücləndiyini, iqtisadi cəhətdən necə güclü olduğunu, bir də onların hökmdarlarının müstəqil olduğunu göstərən faktdır. Həm xatırlayırsa keçən dərsimizdə qeyd etmişdik, həm Atropatenada, həm Albaniyada ilk pullar kəsilir Makedoniyalı İskəndərin adına. Amma yalnız Albaniyada yerli hökmdarların da adına pullardan istifadə olunur. Bəs biz bu pulların mövcud olduğunu hardan bilirik? Əlbəttə ki, pul xəzinələri tapılıb Şamaxı və Qəbələ ərazisindən. Biz də buna əsasən məlumatları əldə edirik. Roma dövləti bu dövrdə Albaniya ərazisinə də hücum eləyir. Onların arasında iki döyüş olur. Eradan əvvəl 66-cı ildə Kür döyüşü, eradan əvvəl 65-ci ildə isə Qanıq döyüşü. Hər iki döyüşdə Roma qalib gəlir, sərkərdə Pompeyin başçılığı ilə. Hər iki döyüşdə Albaniya məğlub olur. Sadəcə Kür döyüşündə Alban qoşunlarına başçılıq edirdi hökmdar Oroys. Ancaq Qanıq döyüşündə başçılıq edirdi Oroysun qardaşı sərkərdə Kozis. Yəni Kozis hökmdar olmayıb heç vaxt. Elə Qanıq döyüşündən sonra da ölür onsuz da. Və Qanıq döyüşündə hilə yolu ilə qalib gəlmişdi Pompey. Hərbi hilədən gedir söhbət. Bəs Pompeyin Azərbaycan ərazisinin yürüşünün məqsədi nə idi? İki məqsədi var idi. Bir, Xəzər dənizinin sahillərini tutmaq, ikincisi isə Hindistanla Qara dənizi birləşdirən ticarət yollarını ələ keçirtmək. Romalılar bura bir dəfə də yürüş eləyir. Eradan əvvəl 36-cı ildə Antoninin sərkərdəsi Kanidinin başçılığı ilə. Kanidi bura yürüş eləyir, Albaniyanın hökmdarı Zoberi məğlub eləyir, Albaniyanı özünə tabi edir və bundan başqa İberiyanı da, yəni İberiya indiki Gürcüstan ərazisidir, İberiyanı da özündən asılı vəziyyətə salır. Demək ki, biz burada daha doğrusu iki hökmdar, bir də sərkərdə tanıdıq Albanlardan. Bunlar hansı ki, Aranilər sülaləsinin nümayəndəsidir. Gələn dərsimizdə deyəcəm onu. İki hökmdar Oroys və Zober, Albaniyanın iki hökmdarından da Oroys və Zober və biri isə Aranilər sülaləsinə mənsub olmuş, ancaq hökmdar ola bilməmiş sərkərdə Kozis olmuşdur. Albanların ərazisinə qarətçi yürüşlər də eləyib alanlar. Eramızın, bizim eranın 1-ci, 3-cü əsrlərində məqsədləri qarət talanlar törətmək idi. Alanların bu əraziləri ən böyük yürüşü 72-74-cü illərdə olmuşdu. Bu arada alanlar yalnız Albaniya deyil, həm də Atropatena ərazisində də yürüşlər etmişdi. Bəs biz alanların burada olduqlarını hardan bilirik? Əlbəttə ki, katakomba qəbirlərdən. Katakomba qəbirlər Mingəçevir və Qəbələ ərazisindən tapılıb və buna əsasən alanların
bu ərazilərdə olduğunu bilirik. Katakomba qəbirlər isə nə idi? Onlar öz ölülərini bir küp qabın və yaxud taxta qabın içərisinə qoyurdular və o şəkildə bastırırdılar. Bu tip qəbirlər adlanır katakomba qəbirlər. Bundan başqa Roma ilə Alban əlaqələrini sübut edən faktlar. Albanlar baxmayaraq ki, Romalılarla daha öncə savaşıblar, ancaq Parfiya təhlükəsindən sonra, yəni Parfiya Atropatenanı özünə tabe etdikdən sonra Albaniya ehtiyatlanırdı ki, sabah bir gün onları da özünə, Albaniyanı da özünə tabe eləyə bilər. Ona görə də başlayır Roma ilə münasibətlər saxlamağa. Bizim eranın 1-ci əsrində Oktavian Avqustun adına bir kitabə var. Hansı ki, həmin bu kitabədə Romaya sadiq xalqlar içərisində Albaniyanın da Atropatenanın da adı verilibdir. Bir fakt budur. İkinci fakt, yenə eramızın 1-ci əsrində 81-96-cı illərdə İmperator Domisianın legionu Azərbaycan ərazisinə gəlib və Qobustanda bir kitabə qoyublar. Yəni Qobustan kitabəsi də bizə Romalılarla Albaniyanın əlaqəsini sübut edən ikinci bir faktdır. Bir də üçüncü fakt, yenə eramızın 1-ci əsrində Roma İmperatoru Tiberi Albaniyaya və İberiyaya pul göndərir, maliyyə yardımı göndərir ki, onlar Parfiya hökmdarı Artabana qarşı mübarizə apara bilsinlər. Və dördüncü fakt isə eramızın yenə 2-ci əsrində İmperator Adrian Alban hökmdarlarına hədiyyələr, pullar göndərmişdir. Bu arada biz Adrianın adını iki yerdə öyrənirik sizinlə bir yerdə. Bir, bax bu Alban hökmdarlarına pul göndərməsi, bir də qulların öldürülməsini qadağan etmişdir bu Adrian. Bu Roma ilə Albaniyanın əlaqəsini sübut edən faktlar idi. Bir də Yunanistanla Albaniyanın əlaqəsini sübut edən fakt var ki, Yunanistan deyəndə burada dövlət olaraq yox, yəni sadəcə Ellin mədəniyyəti ilə, Yunan mədəniyyəti ilə əlaqələrini sübut edən fakt nəzərdə tutulur. Bu da yenə bir, kiramiddən istifadə, ikincisi isə Şəkinin Böyük Dəhnə kəndində yazılı abidə. Yunan yazıları ilə yazılmışdı. Bu da onu sübut edir ki, Albanların Yunanlarla əlaqələri olmuşdu. Albaniyanın dini bütpərəstlik idi. Amma onlar da yenə Yunan tanrılarına sitayiş edirdilər. Çox tanrılıq idi. Atropatenada isə bayaqları qeyd elədim keçən dərsimizdə, Atropatena dərsində. Onların dini əsasən zərdüştlük idi. Ancaq onlar da yenə Yunan tanrılarına da sitayiş edirdilər.